İmam Hüseyin meydanda tək qalıb, deyir, Həlmin Nasirin Yansuruni, ən qərib saatlarıdır İmam Hüseynin. Deyir, bir nəfər yoxdur mu mənə kömək eləsin? Baxır, görür, heç kəsi yoxdur ətrafda. Ürəyinizi açın, bu gecə ağlamaq gecəsidir. Hətta sakit oturub baxmayın, deyirlər ki, səssizli qoşun ağlayanların səsinə, ağlamağınız gəlmirsə. Mən bilmirəm, necə deyim ki, bu gecədən çox təsirlənək. Bir nəfər yoxdur mənə kömək eləsin deyəndə, cavab gəlməyəndə çadırdan, xeymədən xanımların ağlamaq səsi ucalır. Deyir, bu səslərin içində o körpə südəmər uşağın da səsi yayılır. Bu səs məcbur eləyir İmam Hüseyni qayıtsın xeymələrə. Bunun bir də mənası budur ki, atacan qəribsən, əskərin yoxdur, mən sənin əskərinəm. Mən gələcəm, hidayət vasitənən sənin. Bunların içində olan gözəlliyi mən üzə çıxardacam, mən Əli Əsqər. Qayıdır İmam Hüseyin deyir, bacı, o körpə uşağı gətir, onunla vidalaşım.